Sual verilir ki, namazı 3-4 günlük bıraktım ancak qəza niyyəti ilə tənbəllikdən etdim. Sonra qıldım, amma qəzaların namazı tərk etmiş sayılıram. Yəni, hansısa alimə görə kafirəm. Namazı səbəbsiz yerə tərk eləmək olmaz. Namazı səbəbsiz yerə tərk eləmək olmaz. Və ümumiyyətlə, yəni qəza niyyəti ilə namazı qılmıram deyə belə bir şey yoxdur. Qəza niyyəti ilə namazı qılmıram deyə belə bir şey yoxdur və tənbəllik etdim, namazı tərk etdim. Bu doğru deyil. İnsan bundan tövbə etməlidir. Allahdan bağışlanma diləməlidir və bir daha bu əmələ qayıtmalı deyil. Və alimlər buyururlar ki, İnsan bilərəkdən bir namazı tərk edərsə, bilərəkdən bir namazı vaxtından keçirərsə, artıq o namazı 100 dəfədə qılsa, ona savab yoxdur. Çünki artıq sən namazı bilərəkdən, qəsdən, heç bir şəri üzr olmadan vaxtından keçirmiş sayılırsan. O ki, qaldı namazın tərk edənin kafir olub olmaması məsələsi alimlər arasında ixtilaflı olan məsələdir. Və hər bir tərəfin özünün dəlili var. Bəli, var. Əhl-i sünnədən bəzi alimlər kafir görüblər. Namazı tərk edən kimsəni bəziləri də demişlər ki, kafir olmur, böyük günah sahibidir.